Şuşanın səsi. El azattır, dil azattır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur, aşışam, bir də bir qərinə cavanlaşırsan. Xoş gördük əziz dinləyicilər. Bu bizim Şuşanın yetirdiyi görkəmli şəxsiyyətlər silsiləsindən Mir Mövsüm Nəvvaba həsr olunmuş 3-cü verilişimizdir. Məlumdur ki, Mir Mövsüm Nəvvab Şuşada Məclis-i Tərəmmüşan adlı ədəbi poetik məclis yaradıb və ona rəhbərlik edib. Məşhur Məclis-i Ünsdən 8 il sonra yaradılan bu məclisin Qarabağda ədəbiyyatın inkişafında mühüm xidməti olub. Bəs Nəvvab niyə bu məclisi Tərəmmüşan adlandırmışdı? Tərəmmüşan unudulmuşlar mənasını verir. Bu ədəbi birliyə unudulan, diqqətdən kənarda qalan söz adamları dəvət olunurdu. Məclis-i Tərəmmüşan, Məclis-i Xamuşan, yəni dinməz, sakit adamlar adı ilə da tanınıb. 1872-ci ildə Abdullah bəy Asi, Mirzə Əbdülhəsən Şəhid, Mirzə Əbdülşahin, Fatma xanım Kəminə və başqaları Mir Mövsüm Nəvvabın rəhbərliyi ilə bu ədəbi məclisdə bir araya gəliblər. Məclis-i Tərəmmüşan haqqında daha ətraflı məlumatı Siyasi Elmlər Doktoru, Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri Professor Elçin Əhmədovdan alacağıq. Buyurun Elçin müəllim. Xoş gördük Aybəniz xanım, təşəkkür edirəm. Siz qeyd elədiyiniz kimi bugünkü verilişimiz yenə də ötən verilişlərimizin davamı olaraq Mir Mövsüm Nəvvab Qarabağı haqqındadır. 19-cu əsrin görkəmli ensiklopedist alimi və Azərbaycana bəxş edilən görkəmli simalardan, şəxsiyyətlərdən biri hesab edilən Mir Mövsüm Nəvvab Qarabağının Şuşadakı fəaliyyəti haqqındadır. Ötən verilişlərimizdə biz onun çox şaxəli fəaliyyəti haqqında geniş danışmışıq. Bu artıq növbəti verilişdir. Yəni Mir Mövsüm Nəvvab Qarabağının fəaliyyəti o qədər çox şaxəli olmuşdur ki, biz bir verilişdə bunu çatdırıb danışa bilmirik. Bugünkü söhbətimiz onun Şuşada yaratdığı Məclis-i Fərəmmüşan, Unudulmuşların Məclisi və Musiqistlər Məclisi haqqında olacaqdır. Yəni bu məclislər təkcə Şuşanın deyil, ümumiyyətlə bütün Azərbaycanın musiqi və şeir sənətinin inkişafında çox böyük rol oynamışdır. O dövrdə Azərbaycanda kifayət qədər bu tipli məclislər var idi. Yəni ki, elə eyni vaxtda, yəni bu məclisdən 1872-ci ildə yaradılmış Məclis-i Fərəmmüşan məclisindən 8 il əvvəl xan qızı Xurşudbanu Natavanın Şuşada yaratdığı, rəhbəri elədiyi Məclis-i Üns Dostluq Məclisi haqqında gələcək verilişlərimizdə danışacağıq. Yəni ki, ondan başqa Bakıda, Şamaxıda, onların da adlarını çəkəcək ki, bu məclislərdə toplaşmış şairlər bir-biri ilə şeirləşib və Azərbaycanın musiqi şeir sənətinin inkişafına çox böyük töhfə verirdilər. Bülbülüyə şeyda kimi naləm tutubdur aləmi, sərqədli məhcəbinin nazlı yarım gəlmədi. Müntəzir Nəvvab qoymuş, müntəzir Nəvvab qoymuş, lek özü məstan kimi. Gözlərim yolda qoyub, gözlərim yolda qoyub,
olub çeşmi xumarım gəlmədi. Gəlmədi. لا يزال صوت الشوشة مستمرا. You are listening to Shusha's voice. Danışacağımız bu mövzuda Nəvvabın yaratdığı Məclis-i Fəramuşan məclisində kifayət qədər şairlər toplaşmışdı. O vaxt Şuşada fəaliyyət göstərən şairlərdən Abdullah bəy Asi, Fatma xanım Kəminə, Məşədi Əyyub Baki, ondan başqa Həsənəli xan Qaradağı orada fəaliyyət göstərirdi. Abdullah Həsən Şahid, Mirzə Xosrov Axundzadə və digərləri burada toplaşmışdılar və onlar 1872-ci ildə Şuşada yaranmış Xurşudbanu Natavanın rəhbəri elədiyi Ədəbi Məclisinin üzvləri ilə də şeirləşirdilər. Hətta Mir Möhsün Nəvvab Qarabağı xan qızı Xurşudbanu Natavanın oğlunun ölümünə də şeir yazmışdı. Məclis-i Fəramuşanın üzvləri Azərbaycanın digər məclislərində bayaq qeyd elədiyimiz kimi, məsəl üçün Şamaxıda Seyid Əzim Şirvaninin rəhbəri elədiyi Beytüs Səfa adlı bir məclis var idi. O məclislə olan şairlərlə şeirləşirdilər. Bu məclis haqqında da bir cümlə onu demək olar ki, 19-cu əsrin 60-cı illərində Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı. Məclisdə bəzən qonaq sifəti ilə Seyid Əzim Şirvani iştirak edirdi. Məclisin adı da bununla əlaqədardır. Qərq-i dəryayı qəm oldum ey Xudaya, dadə et. Qüssədən gül tək saraldım ey Xuda, fəryadə et. Qönçə tək qan oldu bağrım gülüstani dəhridə. Gül kimi pəjmurda oldum ey Xudaya, fəryadə et. Bülbül-ü şeyda kimi naləm cahanı culğadı. Gül səfasın görməmiş oldum ey Xuda, fəryadə et. В эфире голос Шуши. لا يزال صوت الشوشة مستمرا. Məclis-i Fəramuşan Bakıdakı bir digər bir məclislə, Məcmuə-i Şuara məclisi ilə də o həmin şairlər şeirləşirdilər. Bilirik ki, 1880-ci ildə bir cümlədə bu məclis haqqında qeyd etmək istəyərdim. 1880-ci ildə yaradılmış, 1923-cü ilə qədər fəaliyyət göstərmiş Məcmuə-i Şuara, yəni şairlər yığıncağı deməkdir bu. 19-cu əsrdə Azərbaycanda olan qeyd etdiyimiz məclislərdən biri idi və 1880-ci ildə yaradılan məclis Məcmuə-i Şuara ədəbi məclisinin sədri Məmməd Ağa Cürmi, katibi isə Ağaldaş Sürəyya idi. Ondan başqa görün burada digər kimlər təmsil olunurdular. Bir neçəsinin adını çəkə bilərəm. Azər İmam Əliyev, Əliağa Vahid, ondan başqa Əli Abbas Müznib və digərləri. Bunu qısaca olaraq xatırlatdım ki, yəni ki, Məclis-i Fəramuşan bu 4 məclis ilə biri Şuşada, biri Şamaxıda, biri Bakıda olan bu tipli məclislərdə toplaşmış şairlərlə həmin şairlər deməli şeirləşirdilər. Və mənbələrdə digər məclislər kimi Məclis-i Fəramuşanda da üzvlərin adları tam əhatə olunmayıb. Onların adı daha sonra Şuşa şairlərinin şeirlərindən, digər şəhərlərdəki şairlərlə məktublaşmalarından müəyyən olunur. Və eyni zamanda qeyd edə bilərik ki, Məclis-i Fəramuşanda şairlərlə yanaşı musiqiçilər də çox yaxından iştirak edirdilər. O vaxtları Qarabağ xanəndə və tarzənlərindən olan Xarrat Qulunun adını çəkə bilərik, Sadıqcanın adını çəkə bilərik, Hacı Hüseynin adını çəkə bilərik, Məşədi İsinin adını çəkə bilərik ki, onlar da məclisin şöhrətinə daha da şöhrət qatırdılar. Bundan başqa qeyd etmək lazımdır ki, Məclis-i Fəramuşanın nəzdində Mir Möhsün Nəvvab və Hacı Hüseynin rəhbərliyi altında digər bir məclis yaradılmışdı. Bu da Xanəndələr Məclisi adlı musiqi məclisi idi. Sənin eşqində şox dilaraya Say
Bakıda ədəbi məclislərdə olduğu kimi, Məclis-i Fəramuşanın üzvləri də ancaq klassik üslubda, əruz vəznində yazmaqla məhdudlaşmırdılar. Onlar heca vəznində də gözəl şeirlər yaradırdılar. Və qeyd etmək lazımdır ki, 1910-cu ilə qədər fəaliyyət göstərən Məclis-i Fəramuşan o zaman Şuşanın ədəbi, mədəni həyatında çox mühüm rol oynamış, ədəbi prosesin şaxələnməsinə öz töhfəsini vermişdir. Və xüsusilə qeyd etmək lazımdır ki, və ümumiyyətlə Azərbaycanın musiqi və şeir sənətinin inkişafında bu məclis çox böyük rol oynamışdır. Məclis-i Fəramuşan adı haqqında Mir Möhsün Nəvvab təzkirəsində yazırdı. Fəramuşan şairlərin və zəriflərin toplandığı Nəvvabın mənzilinin adıdır. Buradan belə qənaətə gəlmək olur ki, məclisin yığıncaqları Nəvvabın elə öz mənzilində keçirilib. Orada musiqiçi, xanəndə və şairlərlə yanaşı Şuşanın arif şəxsiyyətləri də iştirak ediblər. Bundan başqa biz Mir Möhsün Nəvvabın digər bir bacarığından danışmaq istəyirik. Onun yüksək bədii zövqü var idi. Bu onun poeziyasında, kitablarının bədii tərtibatında, şəxsi evinin, işlədiyi məktəbin, Şuşanın böyük məscidlərinin, iki minarəsinin naxışlarının vurulmasında, formalaşmasında özünü birüza vermişdir. Bilirik ki, yuxarı Gövhərağa və aşağı Gövhərağa məscidlərinin minarələrinin naxışlarının vurulmasında da onun böyük xidməti olmuşdur. Yəni 1883-cü ildə Şuşada Gövhərağanın maddi vəsaiti əsasında dövrün görkəmli memarı olan və bir çox tikililərin memarı kimi tanınmış Kərbəlayı Səfixan Qarabağı tərəfindən məscidin yerində Şuşanın 4-cü və sonuncu cümə məscidi inşa edildi. Bu Yuxarı Gövhərağa məscidi idi. Və Yuxarı Gövhərağa məscidinin minarələrinin naxış dizaynı, həmçinin məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsindəki kiçik otağın divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdi. Yuxarı Gövhərağa adı ilə tanınan həmin məscid bizim dövrümüzə qədər çox yaxşı saxlanılmışdı. Bilirik ki, 1992-ci-də Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunarkən məscid çox bərbad vəziyyətə düşmüşdü. Yəni onun minarələrinin də demək olar ki, yarısı qalmışdı, dağıtmışdılar, talamışdılar. Ancaq biz Şuşanı Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman, rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildikdən sonra o məscid bərpa edildi. Yəni bilirik ki, işğal vaxtında da ona xarici mütəxəssislər gətirmişdilər, onu bir fars məscidi kimi təqdim eləməyə çalışırdılar. Onu biz yenidən Azərbaycan memarlıq üslubunda yenidən bərpa etdik. Bunu biz müasir dövrə gəlib çatanda bu barədə danışacağıq. Eyni zamanda qeyd etmək lazımdır ki, məscidin Yuxarı Gövhərağa məscidinin yanında adını çəkdiyimiz Mir Möhsün Nəvvabın həmin o mədrəsəsi də çox gözəl tərtibatla yenidən bərpa edilmişdi. Bu da çox böyük bizim üçün qürur hissi yaradır ki, bu dahi şəxsiyyətin o zaman həmin mədrəsədə ikinci mərtəbəsindəki o kiçik otaqda divar rəsmlərini necə biz yeni tərtibatla görə bilirik. Eyni zamanda onun silah kolleksiyası da orada nümayiş olunur. Bunu da növbəti verilişimizdə biz danışacağıq ki, Mir Möhsün Nəvvabın o dövrdə silah kolleksiyası və Şuşada silah istehsalı, bu barədə bir kitab da var. O kitabdan kifayət qədər məlumatlar sizin diqqətinizə çatdıracaq. Və eyni zamanda qeyd etmək istəyirik ki, onun yağlı boya ilə çəkilmiş bir sıra rəsmlərinin, miniatürlərinin müəllifi kimi quşlar, güllər, Teymurun portreti rəsmlərində də xüsusilə öz əksini tapmışdır. Və digər bir məsələyə də toxunaq. Nəvvab kitab sənətinin inkişafında da xüsusi rol oynamışdır. Əvvəlki verilişlərimizdə bu barədə bir cümlə demişik. Ancaq onun Bəhrül Həzam kitabının 5 illüstrasiyasında verilmiş miniatürlər bədiliyinə, rəng saraylarına görə klassik miniatürlərdən daha çox Şəki Xan sarayının frizlərini xatırladır. Nəvvabın çoxşaxəli yaradıcılığında onun astronomiya, riyaziyyat, kimya və digər elmlərə aid görüşləri də maraq doğurur. Nəvvab özünə məxsus teleskopla planetləri, ulduzları müşahidə etmiş, hətta onun modelini də düzəltmişdir. Yəni bu dahi şəxsiyyətin görürsünüz nə qədər çoxşaxəli fəaliyyət olub ki, o öz evində 2 teleskop qoyaraq kiçik bir rəsədxana, kimya laboratoriyası yaratmışdı. O dövr üçün bütün bunlar nə qədər çətin bir məsələ idi. Amma o demək olar ki, həmin dövrdə çoxlu sxemlərdən və hərflərdən ibarət Cəfəri Cami
Mürtəzeyevi əsəri haqqında bir cümlə deyə bilərik ki, xüsusi lüğətə bənzəyən bir kitab da çap elətdirmişdi. Nəsihətnamə, Kifayətül Əhval, Nurul Əhval. Bu kitablarda alimin pedaqoq kimi də psixoloji və etik görüşləri çox geniş əks olunmuşdur. Və bu baxımdan qeyd edə bilərik ki, onun bu çoxşaxəli fəaliyyət haqqında növbəti verilişimizdə bir qədər geniş danışacaq. Xüsusilə də Şuşadakı onun silah kolleksiyası haqqında və bu dahi şəxsiyyət haqqında bir verilişlə danışmaq yetmir. O baxımdan gələcək verilişlərimizdə görüşənədir. İstəkli dinləyicilər, Şuşanın səsi bu dəfə də Mir Möhsün Nəvvaba həsr olunmuşdu. Müəllif professor Elçin Əhmədov, rejissor Ülviyə Zamanlı, redaktor Aybəniz Məmmədəliyeva idi.